qabaq xiyanətdən danışsaydılar, dərə quşu deyərdilər. Bilirsən filanın xanə xarab olub, bilirsən filanın evi yıxılıb, deyərdi nə olub? Deyərdi qızı, gəlini, oğlu xiyanət eləyib. Əlan be bərəkəti serialهای Farsi zəbanı Türkiyə. Mesle antibiyotik, necə döktür dava yazanda səhər, nahar, axşam. Bunlar da xiyanətin modellərin səhər, nahar, axşam qabı şişeydən bizə pəxş eləyirlər. Həftə başa çatmır, baxırıq görür bir nəfər xiyanət elədi. Həftə başa çatmır, famildə, aşinada, dusta bilirik bir nəfərin övi yıxıldı. Niyə? Bəran ki, düşmən bizdən yavaş-yavaş qeyrət damarlarını alırlar. Məlum da konservlərdə bizə dozəti yedirtdilər. Vay baba, getdi da millətin yavaş-yavaş qeyrət damarı quruyubdu. Niyə? Əlan 20 il bundan qabaqla gör nə qədər təfavütü vardı. Düşmən gəldi, bir həmlə elədi. Dedilər baba, qoy mantov olsun. Neyniyəcək? Ayağının üzündən olsun. Mantovda çadırın yerin verər da. Biz də dedik, eləməz. Ayağın üzündən ola, ha bir şərtinlə. Baş, hep nədarı. Bax, 20 il bundan qabaq seriallara baxın. O bazigərlərin, o mantovlarının geni bolluğuna da bir təvəccüh edin. Əlan da gəlin, elə bir yarıya cildi tutubsan. Yəni, elə çəkibsən, ha. 1 santi bədəninlə libasın arasında da fasilə, elə bir keşinlə salıbsan bədəninə. Xop, hardan bu nəşət dabı? Yavaş-yavaş qoydular boynumuza da işimiz olmadı da. Düşmən bir həmlə elədi, bir cıqqılı bir çəkildik dala. Mantovlar 2 qəriş küstülər, gəldilər yuxarı. Dedi, eybi yox, hələ rusərlər yerindədir, mantovlar genib oldular. Bir də bir həmlə elədilər, bizim xanımların mantovu bir vəcəb gəldi yuxarıya, dalıcaq şalvar da bir vəcəb gəldi üstə. Ağa, rusəri də açdı dala, qabaqdan bıynız, daldan quyruq. O gün getmişdim bir andol Allah'a, bir dənə xanımı bir vəzdə mən gördüm. Üzünə dedim, tüs səni dədova lənət. Səni bu cür eşiyə çıxadan kişinin qeyrətinə lənət. Baba, səni hansı sib zeminidir çıxadı bu cür eşiyə. Baba, sib zemini, baba, hətmən bir nişastəsi var. Be qeyrət adam da bu da yoxdur ki. Çıx dəstələrin dalına İmam Hüseyin eliblə sepəri bəla. Dalında nə oyunlardan çıxırlar. Deyətdi bir dənə Tehrana, Şiə neşin məntəqiyə bir böyük bəladır. Aşura və Tasuay Hüseyni sənin ustanı Tehranında araşgahهای زنانه شبانه روزی fəaliyyətdə idilər. Bu dətdir day, bəladır day. Yadı xeyr olsun o izzət günümüz, o damarlardakı qeyrət günümüz. Çadralı əhli dua qızlarımız, utanan əhli həya qızlarımız, saf-ı sadə tutulan toylarımız, Allahı yadə salan toylarımız. İndi üz dəftəri nəqqaşı olub, gündə bir surətə çıxmaq mod olub.